Hə, köhnələr. Deyirəm bu gün mən o sözü asob ürəklə deyirəm. Çünki bugün Bakılılar günüdür. İyul ayının biri Beynəlxalq Bakılılar günü. Sonunda bu videonun təbrikimə mənim qulaq asarsınız inşallah. Hələlik isə mənim fikrim var, bu gün o Bakılılar günü ilə bağlı bir dənə balaca bir dənə stol açım. Necə baxırsınız bu məsələyə? Baxın, bu da ki hələ bostandan yığılan məhsullar. Bugünkü masanın asobi yaraşığı olacaq ya, sizə deyim ha. Bu ət otudur, bu biberdir, bu ağ reyhandır, bu da ki badımcan. Deyirəm ki, yaxşı bir dənə toğuq kebabı da gedər ha, nə gedər? Gəlin bir dənə bastırma düzəldik. Toğuq butlarını bu cürünü açırsınız, baxın, görürsünüz, sümüyünü çıxartırsınız ortadan, qoyursunuz belə, gördünüz, belə. Əndər sura soğanı, belə qarışdırırsınız soğanla. Bizə əsas bir süz nə lazımdır? Soğanın suyu çəkilsin onun canından, onsuz da soğanı təmizləyəcək. Bəyək ki, o bağ reyhanını da əlinizdə o ki var, belə oluşdurursunuz, əzirsiniz, əndərirsiniz həmən o toğuğun içinə. Belə. Başlayırsınız bunu belə yaxşı qarışdırmağa ki, hər tərəfinə keçsin. İşləsin içinə, çəksin canına. Sonra bu ət otunun əlimonunu da belənci əzirsiniz. Xırda sonra doğrayıb atırsınız toğuğun içinə. Buradaki qarışdırmağa belə, oluşturmağa davam edirik. Mən acılı sevənəm. Yəni də, indi mən sizə bir dənə istiot göstərəcəyəm. Hansını ki, mənim Hindistanlı dostlar veriblər. Bir dəqiqə deyəm. Bax, bunu deyirəm. Bir süz nədir bu? Dəhşət. İndi bunu da əlavə edəcəyəm. Həmən bastırmanın içinə. İstiyotdan sonra bir də qarışdırırıq yaxşı. Belə. Mütləq duzlayırıq. Belə. Duz mən çox belə vurmuram. Məncə bu qədər bəsdir. Biraz bu soya sosu. Biraz da belə azca yağ. Yağ olanda bütün ədvalar, otların hamısının tamı yaxşı keçir ətin canına. Sonuncu dəfə yaxşı qaçdırırıq, üstünü bağlayırıq, qoyuruq soyuducuya. Qoy özünə gəlsin, qoy çəksin canına bütün dadları, bütün dadlar bir-birlərlə yaxşı söhbətləşsinlər, danışsınlar. Sonra belənçik, vurun bunları şişlərə. Çalışın göyərtilərini yaxşı təmizləyin. Nakkartı çox təmizləsiniz, o qədər yaxşıdır. Özü qurulayın, quru olmalıdır ki, manqalda yaxşı qızarmaq üçün. Biz öz işimizi bitirdik. İndi də ki, manqal öz işini görür. Baxın, görün, necə ləzzətlə, çırt-çırtla pişir. Görürsünüz, badımcan artıq hazırdır. Belə. Nəticədə bu cürünə belə bir gözəllik alındı. Belə. İşdən sonra oturub ujin eləmək olar. Əziz mənim Bakı əhlim, əziz mənim xalqım, mənim canım, mənim cigərim. Mən sizi hamınızı Bakılılar günü münasibəti ilə təbrik edirəm. Onu da sizə deyim ki, hər kəs kim ki Bakını sevir, Bakının qayğısına qalır, Bakını zibilləmir, Bakıdan danışır, Bakını təbliğ edir, onlar hamısı Bakılıdırlar. Bu qədər qəlbdən qəlbə 1 iyul Bakılılar günü.